Hər vaxtınız xeyir olsun dostlar. Xoş gördünüz kanalımda. Bu günləri Türkiyə Super Kubokunda final oyunudur. Derbi, həm final, həm derbi. Galatasaray Fenerbahçe derbisi. İnşallah maraqlı bir oyun gözləyir bizi. İki komanda da yaxşı oynayır. Fenerbahçenin də əsikləri var, Galatasarayın da əsikləri var. Fenerbahçeyə yeni oyuncu qoşuldu. Orta yarım müdafiəçi Gunduzi 30 milyona yaxın pul verdilər onu almaq üçün. Galatasaray'da da Can Armando Güner 18 yaşındakı bir gənc oyuncu Galatasaray imza attı. İnşallah hakimin danışılmadığı bir oyun olar. Hakimdəki Halil Umut Mələrdir. Hamı bilir ki necə bir hakim olduğunu. Maraqlı bir oyun gözləyir. İnşallah bu çempionatda ligdə oynadıkları oyun kimi oynamazlar. Bu da finaldır, yaxşı oyun olar. Çünki burada bərabərlik qurtarmır heç nəyi. Yəni bir komanda qazanmalıdır ki kuboku götürsün. Oyun başlayır dostlar, keçək oyuna. Oyunda ətraflı danışarıq, fikirlərimizi bildirərik. Oyuna keçməmişdən qabaq kanalıma abunə olun, videolarımı bəyənin. 1000 abunəyə artıq bir 40-45 abunəçi qalıb. Abunə olun, 1000 abunəyə çatım inşallah. Videolarımı bəyənin, fikirlərinizi yazın dostlar, keçək oyuna. Vur! Vur da! Vur da bunu da! Vur, yaxından vuranmadı. Kimdir? Abdülkerim. Abdülkerim idi Davinson. Maçın 24-cü dəqiqəsi Galatasaray qola çox yaxınlaşdı. Davinson. Davinson idi, vura bilmədi. Ortaya kim attı? Icardi. Icardi ortaya, Davinson vura bilmədi. Çox net pozisyon Galatasaray adına. Amma oyunda belə genel götürəndə 24 dəqiqə Fenerbahçe daha baskılı oynayır, daha preslə oynayır, daha çox hücuma gəlir. Galatasaray biraz geridən daha gəlməyə çalışır. Hələ ki biraz götürəndə biraz ikisi komandada bir çəkin ərəcə oynayır həmişəki kimi. Amma biraz Fenerbahçe daha yaxşı oynayır, yəni gördüyüm qədərilə. Bırakmadı bunu da! Bля, cındırlara bak sana. Zəhləm yedi bu Genduzi'dən. Gəldi gol vurdu. Müdafiəyə baxırsan da çıxa bilmirlər, bir dənə topu çıxarda bilmədilər buradan. Bir dənə topu çıxarda bilmədilər buradan. Yaxşı da vurdu özü. Yerlə vurdu, çox qəşəng vurdu yerlə. 1-0. Bax burada bayaqdan oyun gedir, neçə vaxt var, neçə yarım saatda oyun gedir. Fenerbahçe daha yaxşı oynayır. Bayaq dedim, Fenerbahçe daha yaxşı oynayır. Pres qabağa öndə pres eləyir. Topla daha çox oynayır, daha çox istəyir Fenerbahçe Galatasaray'a görə. Və təzə gələn oyuncusu da qolunu attı. İlk oyunda ilk qolunu attı. 11'ə çıxan oyuncu Genduzi attı. Fenerbahçe 1-0 önə keçdi kubokda, finalda. Görə bundan sonra Galatasaray necə cavab verəcək? Və yoxsa cavab verə biləcəkmi? Getdin! Getdin! Vur! Vur! Gol! Vur bunu da gol! Al lan! Ay səni Al lan oynama göstərdi. Ederson'un Gündüzü arxaya qısa pas verdi, çatmadı. Ederson da uzatmaq istəyəndə ay belə Ali ilə Yunus Ali ilə Yunus Ali ilə əlinə dəydi. Ay belə Əlinə oynadı.
İlk hissə bitti dostlar. İlk hissə Galatasaray 0, Fenerbahçe 1, Süper Kubok finalında. Birinci hissəni Fenerbahçe daha yaxşı oynadı. Galatasaray oynadığı oyun 0. Nə qədər top itirirlər, Lemina nə qədər top itirdi, Sanchez nə qədər top itirdi, paslarda nə qədər səhvlər var. Leroy Sané bu gün yaxşı oynamır. Barış Alper oynamır yaxşı, Yunus oynamır. Komanda olaraq bu günləri Galatasaray oynamır. Birinci hissəni oynamadılar. İkinci hissədə görək nə olacaq. Fenerbahçe daha yaxşı oynadı. Nə bilim, cinahlarda gələ bilmirlər. Bir dənə ciddi təhlükəli atağı oldu Galatasarayın. Onu da vura bilmədilər. İkinci hissədə görüşək dostlar. Bırak ne burada kızını bırakmayın da. Ay bu ya. Sizin oynadığınız oyunu ben. İkinci hissənin bir başlasın, ikinci hissə. Başlasın bir ikinci hissə. Başlasın bir ikinci hissə. Günaya bak, şəkil çəkdirir elə bir. Günay şəkil çəkdirir elə bir. Bu Uğurcanı niyə oynatmır bu Okan Buruk axı? Niyə oynatmır bu Uğurcanı? Allah sizi var ha. Bunların yöneticilərinin var ha. Belə yönetici olar ha. Transfer eləmirlər. Transfer eləmək lazımdır. Bax, 2 dənə oyunçu gəlib oyunu gör necə oynayırlar. Gör necə oyuna təsir edirlər. Siz mal kimi gözləyin, mal kimi gözləyin elə. Yaxşı kadromuz var. Soxun sən kadrola. 5 dənə vuracaqlar, 5 dənə. Yenə də belə oldu bax. Keçən Beşiktaşla Kubokla belə oldu. Bax 1-0 birinci hissə qurtardı, ikinci hissə 5 dənə qoydular Galatasaraya. İndi belə olacaq. Hara axı? Hara vurur başına hara vurur be. Hara vurur be. Hara vurursan sen başına. Bu qapı bir yandadır sen bu yana topu vurursan ha. 72-ci dəqiqədir bir pox oyun oynamırsınız siz. Oynadığınız oynam ne çıxdınız bura? Oynamayacaqsınız niyə gəldiniz bura? Belə verici Fenerbahçe qaldırırdı da. Keçən il necə oldu? Oynamadılar. Çıxdılar, verdilər kuboku sizə. Siz də oynamayın da. Oynamayın çıxı götüsünə qoydu bu kupanı. Bir köprü oyun oynamırlar. Böyle. Hələ gözləsinlər ki transfer. Haçan transfer olacaq? Cəmaət 5 dənə transfer edib, oyunçu alıb, normal oyunçu alıb, hələ bunlar nə axtarırlar? Hələ baxaq oynayan şeylə görə nə olacaq? Atletico Madrid oyundan sonra görə nə olacaq? City oyundan sonra görə nə olacaq? Onların oyundan başqa öyle bir oyunları yoxdur bunların. Sənin kadronda oyunçu yoxdur ki, dəyişdirəsən. Fikirləşirsən ki, bayaqdan kimin çıxarıb kimi salasan ki, oyunu bəlkə dəyişdirə. Yoxdur. Fenerbahçe'də nə bilim El Nesiri başını bıraxır. O biri çıxır, Talişka girir, bu çıxır, o birisi girir, Nene girir. Nə bilim Fred girir. Səndə kim girəcək? Ahmet Kutuzu, nə bilim. Çıx da! Günay çıx da! Günay yatıp çıx da Günay topa. Oy bile. Bura bak, bura 3. Bura bak, mal deyib bizim oyuncular mal vururlar, mal. Bir dəfə gəlirlər, gol vururlar. Bir dəfə gəlirlər, gola o qədər yaxın olurlar ki, bizimkiler azı topu fırlasınlar orada, burada gələ gol. Ya. Bu Uğurcanı niye koymuyor be kapıdayı? Top gelir Günay topa bakır. Çık topu götür da. Ay bля. Getdi ev oynayır. Bu oyun getdi. Süper Kupa Fenerbahçe'nin
oyun bitdi dostlar. Fenerbahçe 2-0 kazandı. Galatasaray'dan çox yaxşı oynadı. Galatasaray bir köklü oyunu oynamadı. Heç nə. 2-0 hələ yaxşı oldu. Yəni 3-4 də ola bilərdi oyun. Nə ilk 11-də heç bir oyunçu bu günləri bir oyun göstərmədi. İti, Lemina, Icardi'si, Yunus'u, Barış'ı, Sanesi. Yəni belə görünür ki, Galatasarayda Osimhen olmasa Galatasaray oyun oynaya bilmir. Yəni Osimhensiz Galatasaray heç nədir. Yəni bu dəqiqə görünən budur. Qaldı o birisi məsələyə transfer. Yönetim oturup gözləyir ki, Atletico Madrid'in oyunundan sonra, City'nin oyunundan sonra necə olacaq? Bunlar Çempionlar Liqasına görə transfer eləmək istəyirlər. Belə şey olmur. Sən bir dənə Çempionlar Liqasında oynamırsan. Sən ligdə də oynayırsan, sən kubokda da oynayırsan, sən super kubokda da oynayırsan. Sən bu dəqiqə hər yerdə oynayırsan. Bir dənəsi getdi. Bir kubokun getdi. Bəs obruslar, bəs lig, sən elə bilirsən ligin ikinci yarısında sən oyun oynayacaqsan. Sən elə bilirsən birinci yarıda oynadığın kimi ikinci yarıda da oynayacaqsan. Yox. Fenerbahçe yəni bu dəqiqə çox həqiqətən çox yaxşı oynayır. Normal bir necə deyim, yaxşı bir hələ hücumçusu yoxdur ha. Sırf santrafor hələ yoxdur belə oynayır. İndi santraforu olandan sonra gör Fenerbahçe necə oynayacaq. Təbrik etmək lazımdır. Yaxşı oynadı. Çox belə yaxşı oynadılar, super oynadılar. Bu qələbə qazandılar. Əslində Fenerbahçe burada olmamalı idi. Belə ümumi götürsək, dəqiqliyini göstərsək Fenerbahçe bu kubokda olmamalı idi. Bunlar Türkiye Futbol Federasyonu qatdı, qarışdırdı, nə elədi Fenerbahçe'nin Samsunspor soxdu bura. Olmamalı idi, oldu, qazandı. Bu ayrı bir mövzu. Transfer eləmək lazımdır komandaya. Sənin orta sahan Sara yaxşı oyunçudur, yaxşı pasları var, yəni ağıllı oyunçudur, amma Sara'nın gücü yoxdur. Sara nə bilim çox zəif oyunçudur, Sara çox zəif oyunçudur. Belə Sara yeriyə oynayan oyunçudur, yeriyə. Ondan sonra sənin sağ cinahın yoxdur müdafiədə. O da ki Singo'dur deyilənə görə. Singo da ki zədəlidir. Sol müdafiən yoxdur. Sənin mərkəz müdafiəsi lazımdır. Abdülkerim oynaya bilmir. Sənin qapıçın 30 milyondan çox pul vermirsən qapıçıya. Nə 30 vermirsən onun zamanında. Başa düşürük, kubokdur, super kubokdur. Nədirsə bildi. Oynatmaq lazımdır. Final oyunudur. Necə olacaq bilinmir. İndi görək necə, nə fikirləşirlər, nə transfer eləyəcəklər. Kimi transfer eləyəcəklər? Uduzandan sonra kubok gedəndən sonra transfer eləyəcəklər. Gecikən transfer olacaq. Çempionlar Liqasını fikirləşib transfer eləyəcəklər. Tutarım sən Çempionlar Liqasına keçdin növbəti tura. Deyək ki, qaldın 24-də. Ondan sonrası nə olacaq? İminli sən onun üçün Çempionlar Liqasını transfer eləməzlər. Sənin liqan da var, ligin də var, super ligin də var, super kubokun da var, kubokun da var. Neçə dənə oyunçu alacaqsan sən indi? Hara alacaqsan sən? Özün bilmirsən. Baxıram mən burada xəbərlərdə filan oyunçuyla maraqlanır, filan oyunçuyla ilgilənir. İlgilənmək deyil, konkret almaq lazımdır. Ki sənə konkret hara lazımdır, almaq lazımdır. Sənə bir hücumçu da lazımdır əlavə. Osimhen yoxdur. Osimhen getdi Afrikaya. Osimhen zədələndi. Icardi də əvvəlki Icardi kimi oynamır. Məncə qalmalıdır komandada. Qalacaq da deyəsən, amma başqa biri də olmalıdır. Çünki Icardi'də ancaq Icardi'yə gəlib verəsən topu ki, Icardi qapıya vursun. Yəni Icardi'nin o presi, o hücuma qaçmağı yoxdur. Uduzdular, məğlub oldular. 2-0 yaxşı qurtardı. Görək nə açıqlama verəcəklər. Bu Okan Buruk 4-cü sezonudur. Bu sezonda bitsin, mənim fikrimcə getməlidir Okan Buruk. Daha bəsdir, başqa bir sistem gəlməlidir. Okan Buruk'un sistemindən çıxmaq lazımdır. Arada görsən giz oyuncu taktika ilə qurur, giz heyət çıxardır oyuna, lazımsız heyətlər çıxardır. Ona görə Okan Buruk'un sistemi getməlidir buradan. Başqa bir sistem gəlməlidir. Bəsdir Okan Buruk üçün. Mənim bu fikrimdir. 4 il bəsidir. İndi mən elə fikirləşirəm ki, Super Ligdə də çempion ola bilməyəcək Galatasaray. Super Ligdə gedəcək. Bu
çox oyunlarda xal itirəcək, çox geridə qalacaq Fenerbahçedən. Bunu mən sizə deyirəm, baxarsınız siz. Yəni transfer olmasa, əməlli başlı bir lazım olan mövqelərdə lazımi oyunçuları alınmasa, Galatasaray Fenerbahçedən çox geri qalacaq, Fenerbahçe çempion olacaq bu sezon. Mən bunu görürəm, bu belə də olacaq. Hardasa bir 6, 7, 8 xal fərqlə Fenerbahçe çempion olacaq liqada. Bunu görəcəksiniz. Fenerbahçe hələ transferlə şeyi yoxdur, forveti yoxdur Fenerbahçe. İndi forvet də alacaq. Görün necə oynayacaq, daha da yaxşı oynayacaq. Hələ Galatasaray geriyə gedir. Bizimkilər hələ geriyə gedir. Sən baxıram, sənin yedəyində oyunçu yoxdur. Fikirləşirəm ki, kimi salasan oyunu dəyişsin. Kimi salasan dəyişsin. Belə bir dəyişəcək oyunçu yoxdur. Ahmet Kutucudur, yox. Kazımcandır, yox. Kanaxandır, yox. Baxıram 1, 2, 3, 4, 5, 6, 5 dənə oyunçu var sənin yedəyində. Heç biri də bir şey eləyən deyil. 5 dənə, 6 dənə, 7, 8 dənə də belə deyək. Kim dəyişəcək? Amma Fenerbahçedə oyunçu çıxır yerinə oynaya bilən, daha yaxşı oynaya bilən oyunçu girir. Talişkası girir. Fred oynamadı. Fredi var, Nenesi var, nə bilim Alvarez'i var. Hələ oynamırlar amma var. Baxırsan 5-6 dənə oyunu dəyişdirə biləcək oyunçular var. Səndə heç kim yoxdur. Sən kadrovu genişlətmək lazımdır. Genişlətmək o demək deyil, gedib çöpləri, möpləri gətir qoyur ki, kadrom genişdir. Oynayan oyunçular, oyunu dəyişdirə biləcək oyunçular, yedəkdə oturub oyuna girəndə oyunda fərq yarada biləcək oyunçular lazımdır. Bu qədər dostlar, getdi günlər. Bugünkü oyun getdi. Heç nə. İndi görək necə transfer eləyəcəklər. Ligin ikinci yarısında necə hazırlaşacaqlar. Çempionlar Liqasında Galatasarayın Atletico Madridlə oyunu var. Görək nə olacaq. Necə bu Fenerbahçeyə bilsən necə oldu? Fenerbahçe bu moral oldu ligdə. Daha da belə ligə yaxşı başlayacaqlar. Tedesco ilə Tedesco klubu gördün. Bir baş məşqçi dəyişikliklərindən sonra sözü yönetimdə də burada şey vardı. Yönetim də dəyişiklik, baş məşqçi dəyişiklik. Görün nə qədər fərq oldu. Galatasarayda da dəyişilməli, yönetim də dəyişilməlidir. Aldın, bəsdir. Bu seçimdə yönetim getməlidir, başqa biri gəlməlidir. Məşqçi də eyni. Belə görürəm ki, Dursun Özbək qaldı, nə qədər buradadırsa, Okan Buruk qalacaq burada. Dursun Özbək getsin, Okan Buruk da getməlidir. Görək necə olacaq, transferlərdə necə olacaq. Bitirək burada dostlar videonu. Kanalıma abunə olun, videolarımı bəyənin. 1000 abunəyə az qalıb, abunə olun, videolarımı bəyənin, yorumlarınızı yazın. Əgər mən bu bəzi fikirlərimdə yanlışdır, səhv varsa, onları da bildirin. Nələr düz demişəmsə, nələr səhv demişəmsə, onları mən də özümdə biraz fikirləşim. Görüm həqiqətən də düzdür. Amma mən öz şəxsimə aid fikirləri dedim. Mən belə görürəm bəzi şeyləri. Okan Buruk'un getməyin, yönetimin getməyin ki, başqa bir sistem gəlməlidir Galatasarayda. Ki yeni bir nəfəs deyək. Yeni bir nəfəs kimi təzə bir sistem gəlməlidir Galatasaraya. Onda tam başqa cür ola bilər. İnşallah yaxşı olar, xeyirli olar Galatasaray üçün lig. Çempionlar Liqası. İndi görək transfer eləyəcəklər, nə transfer eləyəcəklər. Bu qədər dostlar, sağ olun. Başqa videolarda görüşərik.